Bəndə Qulam Xanzadə, əhali bu kəndə Çoğluyar deyərlər, Kurkənar yazarlar, Nevşədə Kurkənar deyərlər. Bəli, xub, əsadı Çoğluyardır. Bu meşqinin təqribən 20 kilometrindədir. Bu dağda axırın kətdir. Və bu kətdə bu cür mərasimatda əksəriyyəti Tehranda olar, Təbrizdə olar. Bunda bu cür mərasimatda hamısı qeydə gələr və Eşqi Hüseyn yığışırlar, burada bir gözəl əzadarlıq elərlər. Biz İmam Hüseyin eşqində şaxsey vurarıq, sinə vururuq, zəncir vururuq, qurban kəsilər, çox qurban kəsərik, ehsan veririk, dövrə kətlərdən də dəvətimiz olar, gələrlər, qonaqlarımız ehsana şirkət elərlər. Eşqi Hüseyn hətta o balaca uşaqlarda görərdin, örgədərdilər, hərə bir Hüseyn vay deyə çıxardılar və mənim özüm yadımdadır. Qoca ağsaqqallarımız vardı, dünyanı tərk eləyiblər, hamısının ruhu yad olsun. Belə Eşqi Hüseynlə çox xalisanə, çox sadəcə uşaqlara Hüseynin eşqini örgədərdilər, Əbəlfəzin eşqini örgədərdilər. Min olam ağlamam islim, Elə hər atananın da şiyənin vəzifəsidir. Ondan olan uşaqları o tərbiyə eləsin, Hüseyni desin, ta onlar da bilsinlər ki, Hüseyn kimdir. Mən səni biləm özümə, sıpaqdar, sıpaqdar. Mən səni biləm